Salam. Dostlar, bugün sizlerle bir de Minecraft Survival serimizin 1.25.8-ci Survival serimizin 3-cü, 4-cü neçənizdə bilmirəm, amma 4-cü olmalıdır. 4-cü bölümü ilə bir yerdəyik. Bugün nə edəcəm? Bugün əvvəlki bölümdə, yəni əvvəlki bölümdə deyəndə orada görürsüz hələ uşaqlar gəlməyə davam edir. Köylü farmı çox qəşəng şəkildə işləyir. Mən dostlar bölümün yəni bölüm dışında, belə yəni bölümdən əvvəl bölümdən çöldəyəm. Mən buraları düzənləmə elədim. Evin damıncadan qurdum. Baxın. Evin yuxarısını həll elədim. Çox şey elədim mən bölüm dışında. Çünki videoda çox uzanmasını istəmədim. Burada məsələn torpaq qalıb, qırmışam, qalıb burada. Belə dam elədim. Çox şey elədim mən bölüm dışında. Çünki videoda eləmək istəmədim. Çünki çox uzun idi. Neçə saatı bir tək bunlara vaxt xərclədim. Belə gördüyünüz kimi quracam. Bura yataq olacaq. Bu yatacaq tez-tez duracaq burada. Belə başda bura hesablamışam. 6 dənə bura, 6 dənə bura, 12 dənə köylü gələcək. Birini gətirdim bura. Bu mənə baha satır. 32 idi, 36-ya verir. Bundan alış-veriş elədim. Barın saxlamışam. Nəyə görə baha satır? Çünki orada mən oranı düzəltdim. Köylü farmını düzəltdim. Baxın göstərdim sizə. Getdim altın kastım. Bunları da düzəltdim. Dostlar 2 dənə də uşaq var burada. Bu da gəlib bura. Burada gördüyünüz kimi hər yeri fırıb vagonla da doldurmuşam. Nətər doldurmuşam onu da deyəcəm. Gördüyünüz kimi dəmir farmını da düzəltdim. Həqiqətən düzəltdim. Çox qəşəng işləyir. Bilirəm bölüm dışında çox şey eləmişəm. Çox şeylər elədim çünki videoda olmasını istəmədim. Video uzun olacaqdı. Çox qəşəng şəkildə dəmir farmı işləyir. Özümə set da düzəltməmişəm. Gördüyünüz kimi dedim videoda hər şeyi həll eləyərəm. Heç nə eləməmişəm. Dedim videoda hər şeyi həll eləyərəm, ona görə yeməyimiz də yavaş-yavaş qutarır. Gördüyünüz kimi baltamızın da hamısı daşlandı. Hələ heç nə eləməmişəm. Bunları düzəldəndən sonra dedim videoya başlayayım çəkməyə. Gördüyünüz kimi hər şeyi tamam həll eləmişəm. O dəmirdən də o şeydən dəmir farmından ya da vagon düzəldim, yığdım bura. Gördüyünüz kimi. Hə, o niyə baha satır köylü onu deyəcəkdim. Çünki buranı düzəldəndə bilmədən qırdım buranı. Bütün köylülər qaçdı çölə. Burada 10-15 dənə köylü yığılmışdı. Hamısı qaçdı çölə, hamısını bir-bir dalınca düşdüm. Məcbur onları öldürməli idim. Yoxsa çöldə ya qalacaqdılar, yəni məni baha satacaqdılar ya da çöldə onları zombilazada öldürəcəklər. Ona görə dedim həm öldürüm. Həm burada köy alınmasın, həm də onlar daha tez-tez yəni bala versinlər. Ona görə onları öldürmək istədim. Öldürdüm, biri də gəldi, qaçdı, girdi içəri. O burası köylünün gözünün qabağına. Bu gördü onu öldürəndə, ona görə baha satır. Köylünü öldürdüm, bu gördü öldürdüyümü. Ona görə baha satır. Hə, girişi çox uzatdım. Belə dostlar. Yəni bunları elədim. Bir də evin buralarını düzəltmişəm. Gördüyünüz kimi buralara belə dekor zad verdim. İçərini qazdım belə. Gördüyünüz kimi. Biraz çox şey elədim, onu bilirəm. Amma videoda olmasın deyə. Gördüyünüz kimi yatanda da belə ayın çıxışı ilə yatırıq. Ayın çıxışını görə bilirik yatanda. Gördüyünüz kimi günəşin çıxışını da görürük duran kimi. Hə, belə. İndi mən özümə dəmir set çəkmək istəyirəm. Biraz dəmir əşyalar eləmək istəyirəm. Kazmam da qırılır olsun. Belə. Burada şeylərim də getdi. Bütün hər şeyi xərclədim, getdi hər şey. Çox şey xərclədim, amma dəydi. Burada zombi də itməyəcək dostlar. Çünki isim etiketi tapdım. İsim etiketi tapdım. Üstündə adı var. İndi onu sizə göstərə bilmirəm. Görmələ belə çıxıb göstərə bilirəm. Üstündə ad var. Adını da Hı qoymuşam. Çünki özü də Hı deyə qışqırır. Hı'dır adı. Hə, belə görürsünüz kimi. Çox qəşəng əla işləyir. Mən bir istəyin götürəcəm. Mənə qəşəng özümə bir dənə set. Ooo, 2 dənə dəmir şey düzəltdi. Nə, ev yoxdur. Boş şey. Neyse, dəmirdən bol-bol varımızdır. Artıq bütün dəmir set oldu. Bəli. Till it's cool
Just cool into the mouth. Nice. Düzdür, dəmir set biraz pisdir, yəni mən dəmir set olmuram. Amma indi madənə düşməyə heç həvəsim yoxdur, ona görə dəmir setəm hələlik. O da hələlikdir yəni. Elə hər şeyimizi hazır edək. Bir dəqiqə, mənim mouse'um nəsə ilişir, bir dəqiqə. Elə hər şeyimizi hazır edək, qoyaq bura. Elə qoyaq. Bunların vaxtı doldu. Bunu da saxlayaq, bəlkə mankenzat düzəldərik. O şeydən də qoyarıq. Nəydi onun adı? İşləyir bu. Danışa bilmirəm. Qəşəng işləyir. 49 dənə. Set də çəkdim özümə. Gedək biraz orada. Hələ çox mənim saman balyalarım var. Onlardan biraz yığaq. Bugün nə edəcəyik? Bugün köylüləri içəri yığmaya çalışacağım. Burada köylülər çoxaldı gördüyünüz kimi. Bunlar böyüsün. Böyüyən kimi basırsan vaqona. Bu vaqondan itəliyirlər bunlar. Mənə vaqon da lazımdır. Üstündə dəmir var hazır. Vaqon deyirəm, ray lazımdır. İçəri yığmağa. Hə. Mənə ray lazımdır. Köylülər üçün içəri yığmağa onları. Rayla bir də daşıyacam onları vaqondan. Bunu da belə pis görsənir. Belə saxlamayacam. Bəzəylə hara gətirəcəm. Burada nə oldu deyə deyirsiniz dostlar, bölümdən əvvəl burada creeper partladı. Gecə vaxtı idi, zombi axtaranda. Zombi ora çıxarmalıydım axı. Ona görə zombi çıxardan yerdə burada creeper partladı. Bir dənə yerdə də partlamalıdır. Hə deyir, burada da partladı bir dənə. Amma burada çox bərk partlamadı. Bir blokluq yeri qazdı. Burada çox qəşəng oldu. Burada əla oldu, əla görsənir. Bir də bura 2 dənə elmasımız var idi əvvəlki bölümdə. Oradan dəmirci yerindən çıxmışdı bildiyiniz kimi. Köydən. 2 dənə elmas da qoydum bura. Burada qalıb. Rayını düzəldirdik. O yadından çıxdı. Deyəsən çubuq lazımdır bizə. Buradakı bir dənə şeyi də ver, bunları çevirək. Deyəsən belə olmalıdır. Hə, bir 2 dənə düzəldək. 32 dənə bəs eləyər. Başqa nə lazımdır? Başqa bir şey lazım deyil, olsa dəmirlər qalsın burada. Hə, başqa bir damcı 10 dənə ayırım bunu. Biraz çörək eləyək, acımızdan ölürük. Acımızdan ölmürük, yəni yeməyimiz azaldı, yəni o qədər də yox. 30 dənə də çörək belə. 38 bəs eləyək. Buranı əla. Buranı 2 dənə düz qazma xərclədim. 2 dənə yox, yəni yarım canlı qazma var orada gördüyünüz kimi əlimdəki. Keçən bölümdə də bir dənə yarım canlı qazma var idi. Onu xərclədim hər şeyə. Burada bir dənə blok qazmışam. Yenə oranı düzəldirəm. Mənim şey qalmadı. Bişmiş şeydən qalmadı, daşdan hə. Elə bir dənə bişirim daşı. Nəylə bunu bişirim, düzəldim, eybi yoxdur. Boş şeydir. Hə, bir dənə o qalıb onsuz da. Başqa bir şey nəsə yadından çıxmamış. Yox, bir şey yaddan çıxmayıb. Bunlar da belə. Əla belə qəşəng oldu bura. Nəzik şüşədən elədim. Belə də yəni o qədər şey elədim. Bölüm dışında. Belə bunu da qoyaq. Buraları da onsuz da bütün şeyə çevirəcəm. Onu deyim yəni sizə. Əvvəla bir dəqiqə buradan mənə qırıq daşı ver. Bunu qoyaq bura. Bunu da qoyaq bura. Bunlar üstlər bütün şey olacaq usta. Oraları eləmədim. Amma həqiqətən bilmirəm mən niyə eləmədim. Bilmirəm niyə eləmədim. Yadımdan çıxdı videoya başladım. Nəysə. Buraları da eləyim bir dənə. Düz daşdan eləməliyəm burada yerdə elədiyim kimi. Bu yerdə düz daşdan olmalıdır. Burada şey var. Hardasa bir 30 dənə bişirim, 30 dənə bəs eləyər. Kömürüm olmalıdır mənim. Bir dənə kömür qalıb. Meşaliyə xərcləmişik kömürləri. Başqa nə yandıra bilərik? Mən, onu da deyəcəm sizə, ladin ağacı da tapdım dostlar. Getdim hardansa, bilmirəm, heç koordinatın zadını da almadım. Gəzirdim öz-özümə dedim ladin ağacı tapım. Koordinatını da heç almadım, bilmirəm niyə almadım. Mallıq eləyirəm valla. Amma almadım koordinatı. Yəni gördüm ağacı, götdüm ağacı gəldim. Burada şey var imiş. Ray. Götdüm ağacı ilə gəldim.
Heç baxmadım şeyə zada. Burada 46 tane şey qalıb. Bunu pişirək. Başqa yolumuz yoxdur. Usta başqa nə pişirəcək? Bunu qoyun bura. Belə bunlar da üstündə usta. Hə, nəysə, mən bu uzun olsa sizi yormayayım. Bunlar pişsin bir dənə mən bunların hamısını düzün bura belə qəşəng ala gətirim. Gəlirəm dostlar. Həm də buradan belə düz xətt çəkəcəm belə. Oranı sonradan da düzəldəcəm. Qəşəng halıda gətirəcəm buralara. Halı zad olacaq. Hə, hazır oldu. Əla, su. Hazırdır. Belə tamam oldu. Mən niyə dəqiqdən bir gələm bu yatağa checkpoint alıram? Bir dəqiqdən bir qırıram yatağı qoyuram. Bir dəqiqdən bir rəlim öyrəşim gedirəm checkpoint alıram. Hə, yavaş-yavaş nəyin vaxtı? Gördüyünüz kimi qoləm ölür orada. İndi nə qədər yığılıb yenə. Yavaş-yavaş nəyin vaxtı gəlir? Bəli, sınırsız dəmirimiz var deyə. Dəmir set biraz pis görsənir də ona görə. Yəni olsa sınırsız dəmir set eləyə bilərəm. Bu demək anlamına gəlir. Ona görə dəmir set biraz pis görsənir. Yavaş-yavaş elmas setin vaxtı gəlir. Amma bu bölüm yox. Bəli. Bu bölüm yox çünki heç həvəsim yoxdur getməyə madənə. Madən etməyə heç həvəsim yoxdur. Bir də mən niyə qalkan eləmirəm bilmirəm də. Bölümün başından heç bir dənə də qalkan eləməmişəm. Creeper zad gəlir. Mən də heç qalkan zad eləmirəm. Dedim nə qalkan eləyim, hər ehtimala qarşı qoyun bura. Burada 8-ci hissəyə. Lazım olan. Odun yoxdur. Elə bir dənə dəmir var burada. 8 dənə də orada var. Odun yoxdur. Yenə bir şey eləmək istəyirəm, odun çıxmır. Nədir burada? Hə, basamaq deyil. Elə bildim 2 dənə orada şey var, crafting table var. Bir neçə dəqiqə sonra. Abin olsun sevinirəm amma boş-boşuna deyirəm, heç kim olmur olsa. Onu taxım hələ görüm hələ, nətər görsənir. Belə taxanda qəribə görsənir. O qədər taxmamışam. Taxan kimi ekran qəribə görsənir. Nəysə, bu yaxşı deyil, bu qəşəng oturur, rahat olur ondan. Nəysə, görək elə nə qədər şey olub. Bu dəmir farmını da elə düzəltmək üçün o zombiyə tərcə 2 saat vaxtım gedib. Sonra bu qoləmi doğraq kənarlarda elə yarım blok qoyasan. O bir-bir yoxlamışam kənarlarda, onlara da bir saat vaxtım zad gedib. Onu elə heç asan deyil. Yenə doğuldu baya, yanır. 64 dənə şeyim var. Dəmir külçəm var, amma mən bəzək üçün bir dənə şey eləmək istəyirəm. Onu bilmirəm nətər eləyirlər. O yadımdan çıxdı düzün sözü. Sözün düzü. Düzün sözü nə idi sən Allah? Sən qəribə cümlələr çıxıram məndən. Düzün sözü. O sözün düzü diyor. Bir dəqiqə. Nəysə, bir dənə mən ona 2 dəqiqəyə baxım gəlirəm. Bir neçə dəqiqə sonra. Hə, dostlar, baxdım. 3 dənə taş basamaq deyildi o. Əslində biz bunları daşa bişirməliydik. Qırıq daşları təzədən qoydum bişsin. 3 dənəsini bişirirsən, bu 3 dənəsini təzədən burada təzədən bişirirsən, saçdım 3 dənəsini təzədən bişirirsən burada. Bunları hepsi bişirəndən sonra daşları bir də bişiririk. Bu düzgün taşdır, düz taşdır, nətərdir, düz taş. De bundan olur. Düz taşdan. Hə. Bir dəqiqə mən qarışdırdım aləmi ya. Niyə belə elədi? Belə eləməliydi. Bastım buna götürdü dəyişdirdi şeyləri. Bir dəqiqə mənə şey gəldi. Yəni seçim gəldi. Belə eləyəndə düz taş olur. Yox olmur ki. Mənə niyə elə şey gəldi be? Ekranıma elə şey gəldi. Elə bildim onu çevirəndə düz taş olur. Nəysə. Bunları təzədən bişirməliyik.
Bunlar təzədən bişirək. Bir dənə bunlar təzədən bişsin. Bunları düz daş edək. Düz daşları da basamaqla çeviririk. Ondan düzəldirsən. Bişdi. Bunları belə şeyə çevirir də, hə. Daş basamağa bunu qoyduq belə. Bunu nətər gəlirdik? Belə idi. Belə idi. Hə de, zırh askılığı. Mənə bir dənə də çubuq lazımdır. O da yoxdur, hə. Buradan çevirək neynə? Çünki bir dənə də düzəlmək istəyirəm. Mənim mouse'um nəsə yaxşı işləmir. Öz-özünə atır. Hə, ikincisini də düzəltdim. Belə. Bunu buradan qaldıraq. Bunların yerini düzəldəcəm. Bura deyil. Birini bura qoyuruq. Birini də bunun xətti ilə bura qoyuruq. Ortaya da elə bir ki, bunları da qıraq. Bunlarla da şey edəcəm. Elə bir ki, təkcə bunlar olmayacaq. Şey fırını belə qoya elərik. Burada odun fırını da olacaq. Nə bilim, o madən fırını da olacaq. Belə boş fırın da olacaq. Orada dolduracam nə qədər şeylərlə. Ona görə yəni nə qədər olacaq. Nə qədər fırınlar olacaq yəni. Belə. İndi bir dənə bu zırh askılıqların şey eləməyə qaldı. Döşəməyə qaldı silkdən. O da mən bir dənə paltonu düzəltmişdim. Hə. İndi bir dənə də belə. So, ikisinə də belə setlər seçdim. Oy, çox qəşəng görsən də axı. Elə bir ki, baxın. Təsəvvürlə belə girirsiniz səriyə. Oy, çox qəşəng görsən həqiqətən. Bunları da buradan qaldıracağam. Bunlar burada olmayacaqlar. Buradan elə bir ki, içəriyə tərəfi yol olacaq. Qırağa ola bilməz. Qırağa əslində fikirləşirdim burada getdiyim kimi. Buradan getdiyim kimi buradan bir dənə yol fikirləşirdim. Amma getməyəcək. Çünki bura boşdur. Baxın, burada boşdur gördüyünüz kimi. Buradan getdim onsuz da çıxacaq buradan çölə. Gördüyünüz kimi boşdur. Heç cürə alınmır. Hər cürə baxmışam. Alınmır heç cürə. Ya düz getməliyəm ya da elə bu iza dönüb oradan da içəri getməliyəm. Alındırmalıyam yolları. Amma məncə buradan düz gedərəm. Sonra buradan bir dənə yol olar. Ayaq da buradan yol olar. Yəni, yollar ayıracam da indi. Buradan məncə fikirləşirəm düz bir dənə. Bir də buradan ortadan 3 dənəli yol. Çünki bura 3 dənəli gedir. Baxın 1, 2, 3. Bura 4 dənəli gedir. Buranı düz qurmamışam. Mən 3 dənəli fikirləşmişdim. Amma 4 dənəli gedir. Bura 4 dənə gedir. Burada 4 dənə. Hə, neynə, lap olsun 4 dənə. Eybi yoxdur ondan. Hündürlüyü nə qədərdir? 1, 2, 3, 4. Hündürlüyü də 4'dür. Mən 3'lü yol fikirləşmişdim. Belə 3'lü yəni yol. Amma eybi yoxdur. Neynə? Nə olacaq? Əslində mən başlayanda 3'lü şəkildə başlamışdım. Bu nətər 4 oldu bilmədim. Yəqin bilmədən 4-cünü də qaza-qaza etmişəm. Ola bilər. Buradan da belə yol açacağıq. Belə gördüyünüz kimi. Belə 3'lü yol açacağıq. 3'lü şəkildə yəni. Burada olmayacaq. Bunları götürəcəm buradan. İstədim şey eləyim. Amma məncə bunlar burada olması yaxşıdır. Məsələn, ağlıma bir şey gəldi. 2 dənə burada normal olacaq. Sonra burada bir dənə, burada da 2 dənə belə şey olacaq. Buraları da qazay. Elə bir şeylə təsəvvür edin ki, burada da 2 dənə belə ya madən ocağı ya da şey olacaq. Odundan elədiyim bir dənə ocaq var. Odun ocağıdır nədir ondan. Elə ki burada da 2 dənə madən fırını. Elə fikirləşin. Bir dəqiqə biz 2 dənə şey də düzəldək. Bir dənə çatışmadı. Elə 2 dənə düzəltdik. Biri bura, biri bura. Belə. Barana qaza-qaza edəcəyik. O nə səsi idi? Elə bayaq gəldi. Yağış yağır. Altı o yazı altı var ya, burada yazı yazılan yer. Orada yazıldı ki zombi boğuğa dönüşüyor o ses gələndə. Elə ses çıxır zombi boğuğa dönüşəndə. İlk dəfə eşitdim o səsi. Qəşəysən ha. Qəşəydi ya özüm ölüm ha. O mankənim nətərdir mankənim.
Ay. Sadəcə fırtınalı havalarda. Burada içəridə gedib buranı şey eləsəm, təmizləsəm əslində yaxşı olar. Yəni, oy, bilmədim, bir dənə bunu dəyişdim. Girim içəriyə biraz təmizləyim buranı, çünki girim içəriyə biraz təmizləyim buranı. Burada zombidir, nədir? Başıma xarab edirlər orada. O, indi aldım ne başarımı. Sağ ol bu gün değil. Başarımı indi aldım he. Bura hara çıxır belə. O, bura arxaya çıxır. Hə, onda bura mağara deyil. Bura mağara deyil, sadəcə sıxılır elə. Mağara kimi. Kimi də yəni. Mağara deyil, aşağı mağaradır. Aşağı da heç mağara deyil, valla su da ora. Nəysə də buradan mənə maraqlandırmır. Yazı mənim evimin olduğu sağ tərəfə düşür, onu bilməliyəm. O tərəf. Onda bunun içində, bu tərəflərdə bir şey var. Bunun içində mağara var yəqin burada. Aşağıdan yuxarıya yol var yəqin buradan aşağıdan suyun yanına. Yuxarıda mağara var. İçəri tərəfdə ox düşdü şeydən. Bilmirəm başa düşdünüz ya yox. Zombi gəlir. Elədir. Oy, həm mən onu vurdum, həm də o mənə vurdu. Nəysə. Amma qəşəng oldu ya, həqiqətən qəşəng görsən girəndə. Mənim zəhrəm gedir yağış tavalardan, yağış tavalarda bir şey eləyə bilmirəm. Onun üçün yatmaq istəyirəm. Yatmır da bu da. Bir neçə dəqiqə sonra. 6 ədəd dayanı. Yəni 6 ədəd altın tapdım, ona görə altından qalmadı. Yəni təkcə o köyün və o farmın içində nə məsələdir altın. Onu elə yəni üzürü sağla bura. Səni burada yəni sürətli şeylə aparan verir. Nəysə, çox da palitərəm. Sən gəl. Sən də orada gözlə. Sən çıx yuxarı. Orada dur, bir dəqiqə. Geri qayıtma. Dala qayıtma. Dala qayıtma, deyəm. Hə. Nə buranı düzəldim, bura yaddan çıxdı. Bunun yanına girməsin. Bura girsin. Gəlsin, girsin düz bura. Hə, gəl gir düz ora. Get. Gir düz ora. Aa, sağ ol. Belə düzəlmək istəyirəm. Az qalsın, yaddan çıxdı, gedirdi. Səhv edirdi, az qalsın. Onun altında şey var. Hayır, yoktur. Şeyi kırır. Bir dəqiqə, niye qırdı ne buranı? Bu gələcək, bura girəcək. Əla. Bir dənə də köylü gətirək. Sən də gəl orada. Necə pula görə az şeylədləri? Köylülər istemiyorlar, heç işləmirlər. Məsələn, azdır. 3 dənə zəmisi bala çıxdı. Bu da gəldi. Nerede bura apararıq? Qəşəng deyə əla bilirsiniz. Asandır da yəni bundan eləmək. Elə bura 3 dənə. Burada 3 dənə. Gördünüz kimi belə. Sonra buralar 3 dənə bura. 3 dənə bura. Qutardı. Bura. 3 dənə bura. Sən Allah, sən ha vaxtdan da burada sən 3 gündür bəlkə Minecraft günündən burada şeyin içində dayanıb o. Ürəyi partlayıb ölmür deyil. 3 gündür bəlkə o şeyin içində oturub orada. Məsələn mən çıxardım buradan, ondan da danışayım. Mən də çıxarmıram. Qaldım onun şeyin içində. Bunu istəyirəm öldürüm hə, ya yox. Bu da baxır şey edir. Gəlin bəlkə aparıb söylə bunu öldürüm. Çünki bununla salmaq çətin olur da, bu şeylə asandır.
Ayaqla asantdır. Orada onsuz da köylü var sınırsız. Bunu yanımızda. Lazım değil bir şey diyor. Bunlar görməsinlər. Belə çəkim. Bunlar görməsin. Gərək siz də görməyəniz amma eybi yoxdur. Nəysə. Palet eləməyin. Buradır. Buradan elə yollar da gələcək usta. Buradır. Sonra bura gələcək. Sonra gedir bu tərəfə yol. Bu tərəfdən gəlir. Belə yollar olacaq. Belə. Buranı hər köylülər gətirəndə buradan qırıram deyə bunlar belə sınırsız çoxalır öz onsuz da. Nəysə şükür axşam oldu. Mənim yağışda buradan zəhləm gedir. Belə yatay biraz. Köylülərə şey işləy verə. Danışa bilməm, niyə danışamıram? İşlər verə köylülərə daha kolay. Madənci fırını, oxçu masası. Məndə var onsuz da kürsü. Kürsüyə də ehtiyac yoxdur. Dəmirləri satarıq. Onsuz da dəmir farmında yığılır dəmirlər. Həm də bu obuslardan da biraz yerində farm olur. Çünki göğüs kimi köylülər dayanmadan tərpənirlər, qorxurlar. Göğüs kimi 2 dəqiqə çoxalır. Palet eləməyin, oranı görmədim. Bir istək 30 dənə. Bəs eləyər də. Qəşəng sata bilərik madənci şeylərlə. Görək də onu açmaya var intihas. Ona zümrüt lazımdır onu açmaya. Mən də qoy işin olsun. Ay sağ ol, qəşəng aldı. 32 amma mənim çubuğum yoxdur. Maalesef. Hə, bunu götürə bildim, əla. Bunu götürsən də əla olar. Götürə bilmirəm amma. Ay qoy. Tez qoy. Ayda. Gir. Ay sağ ol, belə ağıllı ol. Bir içəridə qal, gözlə mən orada. Nəysə, mən bunları əllə edeyim dostlar, gəlirəm. Bir neçə dəqiqə sonra. Almamız da var, altın elmi eləyə bilərik. Amma altınımız yoxdur, bəli. Eyb yoxdur, neynə. Nəysə, bunları 47 dənə belə meşə, 7 dənə də huş, harasa bir istək. Belə həll elədim, Bunlara satay bunları. Ya dedim yenə hamısını satdım, bunu ala yoxsa küsər üzdən. Hə, indi gəldi sən açmaya. Amma bu açılmıyor, elə bunu açmaq üçün çox lazımdır, çox lazımdır. 2 istək, 3 istəklər lazımdır. Açılmır bunlar, görsən. Bu da açılmadı heç. Nəysə. Belə olmayacaq, ladin fidan olmasa alınmır, belə olmayacaq. Nəysə, bölümü burada bağlamaq istəyirəm dostlar. Bugün dəmir set olduq, qəşəng. Hər şeyimizi tamamladı. Yəni bölüm dışında düzdür, hər şeyi tamamladım. Bu bölümdə çox bir şey eləmədim. Köylülər zadı gətirdim. Belə. Ümid edirəm bölüm xoşunuza gəldi. Xoşunuza gəldisə bəyən atıb, abunə olub, like atmağı unutmayın dostlar. Altdan çıxartmayın. Belə. Çox əziyyət çəkirəm videolar üçün. 3-4 saatim gedir, amma abunə olub, like atmırsınız. Nəysə, eybi yoxdur. Atarsınız sonra. Palet eləmədən gir aşağıya. Bəyənat. Abunə ol. Biraz da şərh yazsan sevinərəm. Nəysə dostlar, sağ olun, salamat qalın, mən qaçdım.